Arkadaşlar size bu qapını göstermek istiyorum. Axırıncı qapı, ölüm qapısı, ne ad koymaq olarsa artık. Getdi var, döndü yoxdur. Birazdan uşaqlar futbola gedəcəklər. Sabah da biz rayona gedəcəyik. Ona görə indi gəlmiş uşaqlara SYK-dan paltar almağa. Necədir kepkalarınız? Taxasan? Çox qəşəng yaraşdı oradan. Nə bax? Fox istəyirsən, bir dənə bunu tut. Bir dənə bunu tut. Uşaqlar içəridə geyinir, mən də onları gözləyirəm. Görün hansıları seçəcək, hansıları bəyənəcəklər. Bir də burada dəstlərin hamısı bu şəkildə bağlıdır. Şortik köynəyin altına bağlıdır. Bu biz dəst almaq istəyirik. Bunu necə bilə bilək ki, bu dəst bunun əlində necə yaraşacaq? Hamısını da elə bağlayıblar, yəni dəhşət bir şeydirlər. Şortik bağlayıblar köynəyə. Əliyə bu kepkanı götürdü, o şortiklə maykanı götürdü, bu kepkanı götürdü, bir də Məhəmmədə bu ayaqqabını götürdü. Şortik tapmadıq, indi gedirik başqa yerə baxmağa şortik üçün. Başqa mağazaya, Forte'yə. Arkadaşlar, uzun zamandır onların alışveriş edən bir adam üçün uşaqlara onların alışveriş eləyə bilmirəm də, hələ əli, ayaqla yeniyetməlik dövrünə girib. Adam o qədər bezdirir ki, geyim alanda, dəli oluram da, təsəvvür edeyim. Gəldim uşaqlara paltar almağa. Düşünürdüm ki, heç olmasa hərəsinə 3 dənə şortik alım. O qədər heç nə bəyənmədilər ki, burada da seçim, mağaza çox azdır da, variant. Çoxu keyfiyyətsizdir. Ya da keyfiyyətli olsun deyə də mən bir dənə şortika 50 manat pul verməliyəm. Yəni, heç cürə sərf eləmir. Ona görə şey eləmədim. Bir dənə şortik marka 50'ye aldım, bir dənə şortik marka Məhəmməd aldım. Məhəmmədə basanuşka aldım. İkisine də papaq aldım. Sabah istər-istəməz də çöldə olacaq, uşaqların başına gün döyməsin. Sonra da bir dənə də açıq əliyə. İndi futboldadılar, gəlmişəm Forte'yə. Qırmızı renkdə dodaq boyası sifariş eləmişəm. Necə qalacağını bilmədiyim üçün səbirsizliklə gözləyirəm. Ona görə qırmızı karandaş aldım. İndi çəkəcəm, baxaq görək necə yaraşırsa. Siz fikirlərinizi bildirərsiniz. Qəşəng olmadı. Siləcəm. Bəyənmədim. Yox, xoşuma gəlmədi. Yaraşmıyor mənə. Bir də zakaz eləmişəm altına. 16 dolar. İndi göstərim sizə nələr aldım. Sabah uşaqlar gedəndə əli ilə ortaq bəyəndiyimiz bir dənə bu oldu. Mənim bəyəndiklərimi əli bəyənmədi, əlin bəyəndiklərini mən bəyənmədim. Bir dənə bu oldu ki, ikimiz də bəyəndik. Sabah bunu geyinəcək. Məhəmmədin basanoşkası. Məhəmmədin papağı. Məhəmmədin dəsti. Mənim əli basanoşkasını geyindi, gəldi. Ona görə qapının ağzındadır o. Şu, bunları aldıq. Səhər saat 6:20-də geçdi. Evdən çıxdıq. Gedirik mamanı da götürüb. Oradan gedəcəyik Opşa avtobusa. Şəkiyə gedirik. Qohumlarla. İskəndər, salam de, salam de. Rolikdə özü görəcəksən. Sən də görəcəksən özünü. Burada da qaldı ki. Bu dəfə sizə çoxlu söhbətlərlə gəlmişəm. Normalda çox az söhbət eləyirəm, bilirsiniz. Danışmaqda mövzu tapa bilmirəm bəzən. Amma bu dəfə o qədər dolu söhbətlərim var ki, hardan başlayım bilmirəm. Demək, bayaq bir reel baxdım.
və baxandan sonra da çox güldüm və dedim ki, bunu mütləq öz vloqumda qeyd eləyəcəm. Oğlan da üzür, əlində telefonla danışır. Deyir ki, insanların özünə əl çatmaz saydığı bu dövrdə bizim əl çatanlıq səviyyəmiz. Mən də eləncə bir insanam. Bütün gün telefon əlimdə olur, çünki işim onlayndır. Heç iş görməsəm belə, yəni müasir dövrdə bütün gün telefon insanların əlində olur. Yəni mesajdan görməməyə cavab verməmək mümkünsüz bir şeydir. Yəni mən görürəm, mən bilirəm ki, sən mənim mesajımı görsən ki, cavab vermirsənsə mənə. Mən də cavab vermirəmsə, o an yəqin ki, nəsə bir işlə məşğulam. Yəni ola bilər də, bəzən ola bilər, amma normalda gün ərzində bütün gün telefon əlimdə olur. Bu türə düşünən insanlar mənə çox çatmır. Yəni çatmaz olduğunu düşündün. Tutaq ki, qarşındakına da bunu hiss elətdirdin ki, sən əl çatmasan, sonra başqa bu barədə də bir şey danışacağam, başqa şeydən. Yəni insanlar bəzi insanlar özlərini o qədər dəyərsiz görürlər ki, düşünürlər ki, nə isə bir taktika ilə kim üçünsə dəyərli ola bilərlər. Amma insanlar həqiqi dəyərlərini başa düşmürlər, öz həqiqi dəyərlərini bilmirlər. Yəni sənin gözündə harda olduqlarını bilmirlər və bundan narahatlar və özünü qaldırmaq üçün bir belə deyim də strategiya axtarırlar. Çox pis bir şeydir. Çox pis bir şeydir. Yəni mən sizə yəni mənə mesaj yazan insanlardan söhbət gedir ki, kərədim qaldım. Həmişə uyğun olacağam. Mən sizə həmişə mənə çata biləcəksiniz. Həmişə mənə mesaj yazanda cavab alacaqsınız. Məndən diqqət istəyəndə sizə diqqət verəcəm. Məndən ilgi istəyəndə sizə ilgi verəcəm. Çünki mən verə bilirəm. Çünki mən verdiyim şeylər mənə çox gəlir, bol gəlir və sonsuz gəlir. Yəni bolluğun nə olduğunu bilən insan verməkdən qorxmur. Və siz özünüz seçin ki, sizə əl çatmaz birimi lazımdır. Yəni yəqin ki, insanlıq bir gün o yerə gəlib çatacaq ki, başa düşəcək ki, bizə əl çatanlar yox, əl çatmaz görünənlər yox. Biz yəni əl çatmaz görünən bir şeyə sahib olmaqdan necə deyim, yəni bu artıq dəyər olmamasında əl çatmazdı mənimdir. Bu da dəyərli olmasın. O dəyərli olsun ki, mənə nə yaxşı hiss elətdirir, mənə kim yaxşı hiss elətdirir və mənim inkişafıma kim dəstək olur. Düşünürəm ki, artıq yəni bəzi dəyərlər dəyişməlidir və bunların da birinin içində bu əl çatmazlıq dəyəri var. Həm də olsun Allaha, inanın bu görüntüləri görəndə, bu mənzərələri görəndə o qədər Allaha şükür edirəm ki, yəni gördüyüm şeylərdə sadəcə bunu düşünürəm ki, yəni Allah mənə göstər ki, bax mən nə gözəl şeylər yaradıram. Yəni mən necə deyim, bu cürə rabitə qura bilirəm yaradanla. Belə sonra bir dəfə də Əlinin bir sinif yoldaşının valideyni mənə dedi ki, sən deyir oğlun şey deyil də, deyir necə deyirlər, birini alçaltmaq, yəni uşaqlar arasında olur da çox belə acımasızcasına bir-birlərindən ağır zarafatlar eləyə bilirlər. Uşaqlıq dövründə belə şeylər olmuşsa, kök adamla çox pis zarafat eləyirlər, çirkin bir uşaqla hər hansı bir çatışmazlığı olan uşağın həmin çatışmazlıqdan çox kobud zarafat eləyə bilirlər körpələr. Bizdə də evdə Ruslanla bizim aramızda elə şeylər həmişə olur da. Yəni həmişə elə zarafatlar eləyir. Mən məsəl üçün deyir ki, çox görməmişsən. Deyirəm ki, hə görməmişəm. Yəni ən görməmiş adamı mənəm. Sonra məsəl üçün gəlir ki, sən çox kobudsan, sən çox düşüksən. Deyirəm, hə, mən dünyanın ən düşük adamıyam. Sonra bunda uşaqlar eşidirlər həmişə. Və artıq onlarda da bu şey yarandı. Yəni heç beynində artıq belə bir şey olmur ki, hə, məni pisdədilər, значит mən pisəm. Yəni heç bu barədə o duyğulara düşmür. Mövzunu yenə başqa vaxt davam edəcəm, amma burada keçdiyim bu hisslərdən danışmaq istəyirəm. Buradakı otluq, səma, buludlar, dağlar, mənzərə o qədər xoş idi ki, o qədər şükür içində idim. Və son zamanlarda insanların mənə qarşılıqsız yaxşılıqlar eləməyi o qədər çox rast gəldiyim bir şeydir ki, hər kəs nəsə eləməyə çalışır mənim üçün və mən çox xoşbəxt oluram. Videonun irəliləyən hissəsində nədən danışdığımı qeyd edəcəm sizə. Bəlkə bu sizə gülməli gələcək, adi bir şey kimi gələcək, amma mənim üçün çox böyük idi. Elə bir uzaqdan baxacaq, bizə bunlar hardan çıxırlar belə.
Kilolar boynuna eləmə. Maşallah olsun, gənclərin əyləndiyi qədər, həyatdan zövq aldığı qədər ikinci bir generasiya tanımıram ki, onlar bu şəkildə həyatdan zövq alsınlar. Nəyə görsə insanlar yaşlandıqca əylənməyin başına atırlar, xoşbəxt olmaq istəmirlər, sadəcə olaraq problemlər çözməyə çalışırlar. Kızlarım önce yorulmuşam. Geldim oturdum buradan. Bir yer tapdım oturdum. Mama uşaqları apardı katamarana. Benim sosiallıq müddətim ucu bitti. Yatmaq istəyirəm. Oturmağa burada oturmuştum. Sonra xala gəlib bunu sələndə dedim ki, xala olayı burada oturum. Mançala verdi ki, yeri yaşdı bunun üstündə otur. Sağ olsun. Sevsə xala. Hələ bununla da bitmədi. Dərin yuxu yatmışdım elə burada. Bir də gördüm ki, kimsə ayağıma toxunur. Tez ayıldım. Gördüm ki, başımın üstündə bir dənə ailə dayanıb. Əməlli başlı bir dənə ailə, xanım, yoldaşı və 2 dənə uşaq. Artıq gedirdilər. Mən belə yəni sual işarəsi ilə baxdım ki, yəni nə olub da, nə xəbərdir? Dedi ki, ayağımda böcək var idi, onu götürdüm deyir. Həşərat var idi, deyir, onu götürdüm. Sabahınız xeyir qızlar. Bu arada xaş hazırdır. Mən pişirə bilmədim, mən eləmədim. Ümumiyyətlə o ayaqları təmizləmək dəhşət bir şeydir də, yəni. Necə təmizləyirlər onu, halal olsun təmizləyənlərə. Xaşa limonda qatıram, çünki xaşdakı kollagen, vitamin C ilə daha yaxşı sintez olur, daha çox bədənə sorulur. Limondan çox xoşlayıram və yüngülvarı duz da eləyirəm. Belə bir şey. Özellikle bunlar glukosamin, kondroitin, emosiyaksiyeli olan insanlar için bu birebirdir. Çok yaxşıdır. Rəngi də belə alınıb. Uşaqlar bugün yarışa gedirdi. Göndərdim onları yarışa. Mən də gəlmişəm məşqə. Elə yaxşı vaxt oldu. İkimizin eyni vaxtda başlayır, eyni vaxtda bitir. Buradan çıxanda da uşaqları götürəcəm. Səhər xaş yemişəm, amma acım. Səhər dediyimdə 1 saat falan bundan qabaqda özümdən tvarıq götürdüm, yiyəcəm. Kopyamı içib girəcəm məşqə inşallah. Belə. Xaşin yiyib gələn adam kimi varıb yeyirik. 0% olanla bir dəfə almışam, baxmışam. Dayının Argentina sevgisinə bir baxın. Dayıya demək istəyirəm ki, artıq İspaniya çempionu olub rahatlaya bilərsən. Ooo, İgid, nə qazanmısan sən? Onu niyə verib mənimə sənə? 5 tane oldu.
5 dənə qol vurmusan. Sənin sayəndə komandan birinci olub. Hə. Halal olsun. Bir də mənim, bir də mənim, bir də mənim, bir də mənim. Bəs mənim. Biraz. Bazıları da oynadı. Aha. Finalda ortalarla çıxsaq ortalarla atdı. O mənim də sıxım. Qapısı qabağa vurmaq istədim, belə elədim qılır. Halal da ya sənə.